Hoş gördük, hoş gördük, hoş gördük. Necəsiniz? Xeyirli olsun, uğurlu olsun. Hoş geldiniz. Oturuş ailəsinin idarə heyətidir. Bir nəfər xaric qardaşlarım hamısı bizdə səfədir. Ümumi bizdə hər gün bir qrafik var və bir qrup var. Çünki disiplina çox önəmlidir. Baxın, insan asılılığın idarəsinin altında olanda şübhəsiz ki, bütün disiplin pozuntusu yaşayır. Bu nə deməkdir psixoloji? Kognitiv davranış pozuntusu. Kognitiv şuurun pozuntusu olanda davranışda da başqa bir fərqli negativ addımlar olur. Və ona görə mütləq şəkildə qardaşlar öyrəşirlər qrafiklə yaşamaq. Hətta belə saat 8-də qalxırlar, 23:00-da yatırlar. Çünki bəli, bu bioloji prosesdir. Eyni vaxtda nə qədər adam yerləşir? Eyni vaxtda ya ümumi terapiya olur, bir psixoloq konsultant 14 nəfərə qədər adamla işləyə bilir. 14 nəfərdən sonra bu terapevtik qrup olmur. Çünki bizdə əsas olaraq terapevtik cəmiyyətdir, Oxford qruplarla deyirik. Bir villada 30 nəfər. O dəyişəndə sorular bilir, 6 ay. Kurs müddəti 6 ay. 6 ayda tam belə deyək, mərkəz daxilində stasionar qalır. Sonra 3 ay ambulator dövrü gəlir ki, 2 gün sosial adaptasiya. 2 gün mərkəzdə, 2 gün evdə. Yəni şeyiniz nə qədərdir? Siz vaxtəliyyət göstərdiniz nə qədərdir? Tutaq ki, 30 nəfərdən bir kursda 30 nəfər olabilirsiniz, değil mi? 30 nəfərdən 6 aydan sonra neçəsini faiz nə qədər neçəsini sağladınız? Biz 1 ilə qədər statistikanı götürürük. Çünki 6 ay ərzində beynin biokimya prosesi bərpa olunur. Biz misal üçün ancaq 1 ildən sonra statistikanı deyə bilərik ki, bu insan qalıb ayıq və bugünkünün də həqiqətən bu nəsə göstəricidir, bir fakt. Sonra 3 ayda sosial adaptasiya prosesi. Onlar 2 gün olurlar mərkəzin içində, 2 gün olurlar çöldə və çöldə olan negativlər. Çünki təsəvvür edin ki, bir insan 9 il ərzində ya qumar, ya mərconlar, ya içki, ya narkotik istifadə edir 9 il ərzində. Həyatda yaşamır. Və 9 ildən sonra ayrılır. Necə ata ilə davranmaq lazımdır, bilmir. Çünki ancaq çöldürük, ancaq söyüş, ancaq narkotik ələtmək üçün şuur işləyir. Başqa formada işləmir. Və biz yavaş-yavaş onları öyrəşirik ki, necə ata ilə davranmaq lazımdır, mama ilə, dostu ilə necə davranmaq lazımdır. Və tək ictimai münasibətlərdə o fərqdir, da Ondan sonra tam kursu bitirəndən sonra şübhəsiz ki, Avropa, biz köhnə Sovet dövründə qalmışıq, bizdə hələ ki 5 ildir. Deyirlər ki, polna ximiyyə da 5 ildən sonra olur. Amma Avropa daha göstərici, Avropa çoxdandan daha göstərir ki, 3 ilə kifayət edir ki, tam kimi azadlıq olsun insan. Sizdə də Hikmət müəllim, o göstərici, maraqlı bir göstəricidir. Dünya üzrə deyərdik ki, birinci yerdəyik, faiz etibarilə. Çünki bizim proqramın bəzi əlavələrimiz var ki, misal üçün bayaq qeyd etdiyim kimi, mənəviyyatın daha da artması üçün dini leksiya. O dini leksiyada bayaq yenə sizə məlumat vermişdim ailələrdə ki, hər hansısa bir əqidə firqə üzərindən deyil. Necə ki, mərhum prezidentimiz Uğurlar qeyd etmiş ki, burada gənclər üçün əxlaq nümunələri var, gənclərin yaşayışı və ətrafındakılarla münasibəti üçün gözəl əxlaq nümunələri var. Biz də həmən o əxlaq nümunələrin belə deyək də, mentalitetimizə uyğun çərçivədə təbliğ edib, vətənpərvərliyi aşırı mütləqdir. Kim necə namaz qılır, qılsın, lakin namaz qılmaqlarına qarışmırıq və istiqamət verir ki, hər hansısa bir dövlətin quluna çevrilməyin. Əgər xidmət edəcəksinizsə, öz dövlətinizə xidmət edin. Siz dediyiniz o hekayəsini tanımlamaq haqqında, sıralamaların faiz yüksəkdir. Bu bir qədər də mentalitetlə, milli psixologiyanın bağlı, o multikultural mühitlə, ondan sonra insanların şuurunun qavrama qabiliyyətini başa düşürlər ki, tez tərbiyə olunur. Yəni
erudysyası geniş insanlar hər şeyi basınca izah edirlər və məntiqi tapa bilirlər. Doğrudur, amansız vəziyyətdə o məntiqiyyəti hər şey edir. Amma o özü mühiti, məsələn, bu uşaq vaxtından eşidir ki, Azərbaycanda zəkat namazı qılınır. Yəni, bunun artıq fərqi yox, necə olsun, adi normadır. Amma başqa bir yerdə desən ki, Şiə imamının arxasında sünni namaz qılınır, belə şey mümkün deyil. Ya da sünni namazın arxasında Şiə namaz qılınır. Bizim bir xeyirdə yeri var. Siyah icmasının rəhbəridir. Deyir, Amerikadan bir dənə deyir, Rabi gəldi deyir. Gəl deyir, bizə qırmızı qəsəbiyə. Yox deyir, sinagogda biraz su işləmək elədik. Belə biraz keçmiş deyir, belə görüb qonşu məsciddən, böyümüzdə bir am gəldi. Ay, salam, əleyküm, edir, bəlir. Başladıq, uzaqlaşdırmışdık. Bunun başında da imamların qoyduğu kəs var. Amerikadan gələn deyir, baxdım, özünüzü göstərdik. Belə belə qaçmaq istəyir. Deyir, yox, deyir, bizdən bu bombazar gətirdik. Niyə ki? Deyir, bu molla duyuluyor, bu molla. Sonra biraz söhbət elədik. O dedi ki, mən də yaxşı sayılmamışam. Mən birazdan gəl bizə də bir çəkək. Mən qalxdım, deyir, bunağı götürdüm, getdim məscidə. Başladık burada deyir, bu imamdan çay içməyə. Buna qədər, o qədər təəccüblü gəldi ki, bu Yahudi, Amerika Yahudisində hələ indi nisbətən Avropadan daha dözümlüdürlər Amerikada Yahudilərə qarşı. Bu deyir, çox təəccüblənir ki, mən dünyanın arasındayım, mən belə yer görməmişəm və almamışam. Ona görə də bu mühit və xüsusən də vurguladınız ki, o dövlətə bağlılıq, əlbəttə ki, birinci, din də, iman da, məsələn, vətəni sevmək imandandır. Yəni, bu amma əzbər bilir. Hər bir millətin dinin özünə məxsus şərhi var. Heç bir iki xalq dini eyni şəkildə qavraya bilmir. Çünki o dinin altındakı düşüncə milli düşüncədir, milli adət-ənənədir və çox yaxşı ki, bizim İslam deyil də onu etiraz eləmir. Məsələn, indi biz eyni ayda həm Novruz bayramını keçirdəcəyik, milli bayramımızdır, həm də Ramazan bayramımızı keçirir, dini bayramımızdır. Bu birinə mani olur. Bu çox yaxşıdır bizim öz mühitimizdə. Bir maraqlı üzr istəyirəm. Buyurun. 90%-dən yuxarı nəticə göstərir. Təsəvvür, o nəticəyə bağlı bir şey demək istəyirəm. Biz oxuyanda bizim bir professorumuz var idi, adiktə olub, qoza kişi idi. Çıxmışdı bir dəfə statistikadan başladı danışmaq. Dedi ki, bəs dünyanın statistikası sağalmaq statistika. 3%-dən 5%-ə qədər. Deyir, fərqli statistika 3 ölkə göstərir. Dərsdən sonra mən o qədər maraqlı olduğunu, sizə danışmışam, dəfələrlə danışmışam. O qədər maraqlı oldu ki, yaxınlaşdı, biz başladıq professorla söhbət eləmək. Bu xalqda professor mən üçün dedi ki, Azərbaycanlıların sağalmaq faizi daha da artır. Mənə o qədər pis təsir elədi. Biraz Allah qorusun, təkəbbürlü insanım. Demək deməmişəm, amma fikrindən keçib ki, sizə göstərəcəm nasıl Azərbaycanlılar sağalır. Və özümə o gündən məqsəd qoymuşam ki, olmasın bizdə statistika misal olsun, 90%, 80%, olsun 15%, o 3 tane ölkə deyirlər. 4-cü onun içində Azərbaycan olacaq. Ona görə mənə təklif elədilər, Belarusiyada, Rusiyada işləmək. Mən dedim, yox, mənim millətim qırılır, mən qayıdıram vətənə. Allah həll olsun. Sağ olun. Keçən dəfə mən bir məsələ çıxış eləyəndə dedim ki, bəzi ölkələr bizə qarşı tiryək müharibəsi dinlədiniz mi? Yəni həqiqətən də burada Bəli, buyurun. yox, tədbiriniz olmadan burada deməli Burada da bütün belə deyək, kamera vasitəsilə izlənilir. Axşamlar su mühafizə gəlir. Hansı ki da insan əmanətdə götürmüş məsuliyyət daşıyır. Mən həmişə qeyd edirəm, hətta işçi həyətdə də hər iclasda vurğulayıram ki, hər toplantıda biz ilk öncə valideynlərin qarşısında, dövlət qarşısında məsuliyyət daşıyırıq və ikinci isə qiyamət günü Allahın qarşısında məsuliyyət daşıyırıq. Çünki burada qapalı yerdir, yəni davranış pis də ola bilər, yaxşı da ola bilər. Həmişə vuruluram ki, Allahı başınızın üstündə görün, yanınızda görün ki, çünki adətən də bir mühüm məsələni vurğuluyum. Adətən bizim müşahidəmizə görə ərköyün böyümüş uşaqlar düşünmüyorlar. Ailədə ən çox qayğı görən, adətən belə olur. Daha çox sevilən, sanki ona hər bir şey olar, nəticədə də gəlir bu
asıllığın yaranmasına bir səbəblərdən olmuyor. Ona görə də valideyn bəzən saat 4-də el olur ki, yuxu görür, məni yığılar ki, bəs övladımı yuxuda görmüşəm, tez-tez şəklini çək, narahatçılıqla, təlaşla. Ona görə biz maksimum çalışırıq ki, bu bir neçə gün öncə Novxanın ərazisində bir dənə reabilitasiya yandı. Belə bir yer idi, yandı, Allah qorusun. Yaxşı ki, təxliyə olundu, heç bir ölüm olmadı. Ona görə biz maksimum çalışırıq ki, 24 saat nəzarət edək. Davranış özündə bəzən gecə yat komandasından sonra yazı yazmalar olur. Hansı ki, gün ərzində o bəzi nöqsanlar ki, edənlər var. Deyək ki, burada küçə sözü istifadə etmək olmaz, qadağandır. Misal üçün, adi yetim söz işlədirlər, bu cavanlar, uşaqlar deyil. O söz ağzından çıxsa və yaxud narkotikin adını çəksə və yaxud hansısa bir qumar, həmən çünki yanlarında gün ərzində bir 3-4 konsultant psixolog olur, bir 5-6 nəfər də qrupun yanında içində volontör, könüllülər olur. Ki, həmən qeyd edirlər ki, filankasının ağzından bir söz çıxdı, axşam 100, 200, 300, 500, 700 belə müəyyən saylarda hər hansısa bir cümləni yazıb təhvil verməmiş yapıyor. Ola bilər saat 5-ə kimi, 7-yə kimi, 8-də onsuz da oyanmalıdır. Bu da onların tərbiyəsi, özlərinin yaxşı aparması üçün bir üslublardandır ki, bəzi mərkəzlərdə başqa üslublar da var, amma biz yazıya, ümumilikdə biz elmə üstünlük veririk. Siz də daha təbii ki, bizdən gözəl bilirsiniz. Allah da Quranda ilk iqra oxu deyir, elmə təşviq edir. Hətta o vaxtda bildiyim qədəri Peyğəmbərimiz əsrləri götürəndə hansı ki, müsəlmanlara deyir ki, öyrədin yazını, oxumağı və sizi azad buraxır. Yəni, elm, indi bəzi, belə deyək də, elmsiz formada İslama yanaşanlar var ki, biz onların qəti əleyhinəyik, istər o şiə olsun, istər sünni olsun. Biz çalışırıq ki, burada da elmə, mən Mərtəza müəllim istiqamət verir həm konsultant psixologlara. Burada psixoloji mərkəz var ki, bütün işçiyyətimizi oraya kursa yazdırırıq. Hər mərhələ qalxdıqca gedib kurs kəsməlidir. Birinci ibadət Quran-ı Kərimdə oxudur. Çünki oxu nidasından başlayır. Oxuda və sonra qeyd olunur ki, bilənlər bilməyənlərdən üstündür. Allah qarşısında hamı bərabərdir. Yeganə üstünlük bilənlər və bilməyənlər arasında bilənlərə verilir. Onun sonradan bizim Hüseyin Cavit yazır ki, qüvvət ilm, Nizami Gəncəvi yazır ki, qüvvət ilmdədir. Başqa cür heç kəsə üstünlük eyləyə bilməz. Yəni, ona görə də bilmək, əlbəttə ki, oxumaq bu vacib şərtdir. Elə birinci ibadətdən sonra mən elə gəlir ki, hamısından keçmək olar. O vacibatlar deyir. Sən ki, oxumaq ibadətdir. Peyğəmbər əleyhissalam deyir ki, bilgi demək, uzaq içində də olsa dalınca gedin öyrənin. Deyir ki, alimin qanı qiyamət günündə, alimin qələminin mürəkkəbi şəhid qanına bərabər tutacaqlar. Bundan artıq daha nə deyilsin? Buna görə oxumaq var. Salam. Yaxşısınız belə? Noxudlu su pişirirsiniz. Çox yaxşı, çox kaloriyiniz noxudlu, çox da gözəl olur. Mətbəxiniz çox təmiz, maşallah. Yay qış yeməkləri ayrı olur məsələn. Çünki deyək ki, narkotik istifadəçisi ilə hətta bu mərc oyunlarının asıllarda eyni formada həm fiziki, həm psixoloji eyni təsir edir. Yəni, deyək ki, narkotik istifadəçisi necə ki, arıqlayır, eyni o da elə. Ona görə də biz o depresiyadan sonra deyək ki, mədə-bağırsaq sistemi hamısında korlandığı üçün fəaliyyətin bir növbəyə qisməni. Ümumən də o yeməklərə, turu yeməklər mütləq gün ərzində bu şeylərdə diqqət olunur. At muraddır, at qanatdır, at antdır. Türk ata, at Türk'e qoldur, qanatdır. Tanrı bizi bir torpaqda yarattı. Hər atı bu köydən atan qıratır. Döyüş marşı kişnətindir, səsindir. Qüclün boynun külək kimi əsindir. Bir qılıcın, bir atın var, qəsindir. Ona qıvır atmış burada.
Küvəngə kül şeylədir, türküsən, dolarında ən sevdalı türküsən. Nə türküsən, axarda da türküsən, sən atın, doğru atın, doğru atın. Maşallah, maşallah. Allah sizi olsun. Mən dünən də gecəyə qədər saat axırda demiş qoy yatında görüşürüz. Danışıqlarınızı dinləmişəm. Bu şeylər, bunu hardansa bizim Novruz müəllim eşitdi. Novruz müəllim deputat, Qızılay Para Cəmiyyəti. Demək bir də geldi, mənə dedi ki, sən bu şeiri buna mahnı bəstələyəcək. Dedim ki, mən şeir yazılmaq heç kəs bilmir, mən sizə versəm, ifşa olacağım ki, mən səndən şeirlə yazırammış. Şeiri məndən aldı, qəşəng bir mahnı bəstələdi. Onu da demək bizim xalq şairimiz, xalq müğənnimizdə nə deyirəm, xalq artisti. Aslanov, adı neydi bax, o da onu oxudu, belə mətal qaldı, bir də görmüş, mənə göndəribdi, YouTube-da zada paylaşılıb, bu üzərində artıq mahnı yazdı. Çox yaxşı. Bunları sağalsan, siz sağalacaqsınız. Qaranı gəncələr demiş, axvay şeydir. Sağ ol. Belə 2 mərtəbəli çarpaylardır. Burada da şkaflarda dolab görürsünüz, gözləyəcəz. Bugünkü qonağımız Milli Məclisin deputatı, millət vəkili, siyasət elmləri doktoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət müəllim Baboğludur. Xoş gəlmişsiniz Hikmət müəllim. Biz Hikmət müəllimi dəvət etməkdə əsas məqsədimiz ondan ibarətdir ki, asıllı xəstəliylə daha yaxından tanış olsun. Hansı ki, bizə məlumdur burada. Hətta Hikmət müəllimi ayrılıqda vurğuladık, qeyd elədik ki, məlumat verdik ki, hətta yüksək bal toplayıb, vaxtı ilə universitetə qəbul olmuş, indi gözəl bir yerdə işləyən qardaşlarımız bugün reabilitasiyadadır. Hansı ki, millətimizə, dövlətimizə, xalqımıza fayda verəsi bir insan gəlib 6 ay ömründən qapalı bir yerdə sərf edir, ömrünün bir növ belə də puça verir. Ona görə istədik ki, Hikmət müəllimdən geniş məlumatlı olsun ki, bu hətta asıllıq xəstəliyinin müalicəsi yox, onun səbəbi, xəstəliyin yaranma səbəbinin aradan qalxması üçün Milli Məclisdə öz çapında belə deyək də, yüksək səviyyədə bu məsələni qaldıraq ki, bu şeylər baş verməsin. Hətta gələcəyimiz, hansı ki, bu asıllıq xəstəliyi Hikmət müəllim, biz bəzi proseslərdə də iştirak edirik deyək ki, qardaşların cinayət işi var, yanımızda aparır deyək ki, məhkəməyə. Orada proseslərə diqqət edirəm, 10 cinayətin 8-i, 7-si, 8-i məhz asıllıqla bağlıdır. İstər onun içində narkotik istifadəsi olsun, istər alkoholun asılısı olsun və qumarın asılısı olsun. Ona görə də bu asıllıq xəstəliyinin yaranma səbəbinin aradan qalxması üçün mənim ən çox istədiyim o ki, uca Rəbbimiz müvəffəq eləsin ki, bu xəstəlik bizim ölkənin, millətin üzərindən götürülsün bu bəla. Çünki bu işin içində olduğum üçün gələn zənglərdən və bu gedişatdan baxıram ki, gələcəyimiz çox ciddi bir təhlükə altındadır. Əgər qarşısı alınmasaqdır. Ona görə ümid edirəm ki, siz də elə bu dövlətimizin ağsaqqalları da Allah hamınızdan razı olsun. Bu məsələdə öz töhfənizi, öz dəstəyinizi verərsiniz ki, ən çox da bugünkü gün bax bu korpusumuzdan iqramaniya ilə mərz olunlarla bağlı olan xəstələrdir ki, hansı ki, qanunsuz olanlar, xüsusən bu telefonlarda, indi o qanuni olanlar da barədə də siz inşallah bir
İlli Məclisdə Kənar iclasda nəsə qaldırıb, müəyyən bir, ən azından reklamının qarşısı alınması üçün ümid edirəm ki, bir tədbirlər görülər. Bir daha xoş gəlmişsiniz. Sizə özüm və kollektivimiz adından dərin minnətdarlığımı bildirirəm ki, dəyərli vaxtınızı ayırmışsınız. Təbii ki, bu hər birimiz üçün bir, mən həmişə qeyd edirəm, bu müharibədir. Bu müharibədə hər birimiz səfərbər olmalıyıq. Siz də aktiv, daimi xalqımıza töhfə verən bir millət vəkilisiz. Yenə də minnətdarlığımı bildirirəm sizə. İnşallah ağsaqqalımız sözləri desin, tövsiyələrini versin və sizlərdən də kimin nə sualı olarsa, sualını da verər ki, biz də faydalanaq, siz də. Çox sağ olun. Neçə dəqiqə vaxtın var cümlə? Nə qədər? Nə qədərdir? Mən çox görməyəcəm. Bu gecə müqəddəs ayda, Quran-ı Kərimin nazil olduğu Ramazan ayında hər birimizə xoş gördük. İnsan həmişə müharibə içərisindədir və hər şeydən öncə də özünün içərisində, özünlə müharibədədir. Hər bir insan olaraq, sosial varlıq olaraq biz gündəlik həyatımızda, qərar qəbul etmə prosesində, davranışlarımızda, ətraf mühitə münasibətdə, dostumuzla, tanışımızla münasibətdə onu qiymətləndirmək üçün içərimizdə bir savaş gedir. Yəni, bu insanın fitrətidir, Tanrı belə yaradır insan. Bu, ruhun və bədənin çəkişməsi kimi qeyd olunur dində, amma bir sosiologiya deyilən bir elm var. Sosiologiyada fərdin sosial xüsusiyyətlərini və şəxsiyyətə çevirmək prosesi öyrənir. Sosiologiyada da bu daxili mübarizəmiz özümüzlə şəxsiyyətin hasalanması kimi qiymətləndirilir. İçərimizdə bir yaxşı var, bir pis var. Bir yaxşı bizi yaxşı əməllərə doğru aparır, pis bizi cinayətə sövq edir, pis əməllərə sövq edir. Yəni, insan içərisində bu çarpışma gedir. Tanıdığınız ən böyük insanların da içərisində əmin olun ki, bu var. Çünki fitrət bu belədir, Allah belə kodlaşdırıbdır. Bu da, yəni, tutaq ki, başqa bir adi insanın içərisində bu mübarizə gedir. Ona görə də Quran-ı Kərimdə, dinimizdə yazılır ki, ən böyük insan nəfsinə qalib gələn insandır. Özü özünə qalib gələn insandır. Amma mən düşünürəm ki, buradan başlasaq, doğru yola doğru istiqamətlənmiş ola bilər. Yəni, nədir? Nəfs nədir? Narkomaniya nədir? Nəfsdir. İqramaniya nədir? Nəfsdir. Niyə məşğul olsan bu işin? Nəsə maddi qazanc əldə etmək üçün və s. Yəni, bundan imtina eləsən, eləməyi bacarsan, içərisində özünə qalib gəlsən, artıq heç bir problem olmayacaqdır. Və gəlib bir artıq inkişaf elədikcə o təkamül mərhələlərində elə bir zirvəyə çatacaqsınız ki, keçib gəldiyiniz yoldan o mənbəyə baxanda ki, hardan, hansı vəziyyətdən bu yola gəlmişsiniz, böyük qürur hissi keçirəcəksiniz özünüzlə. Məsələn ki, mən necə əzimkaram, necə qalib gəldim, necə nəfsimə qalib gəldim, necə pis vərdişmə qalib gəldim. Bax, bu əlbəttə ki, indiki vəziyyətdə tutaq ki, müəyyən aldəçilik kritik bir mərhələdir. Mən danışdığım qədər asan olmur. Bunu keçmək üçün əzm lazımdır, iradə lazımdır, qətiyyət lazımdır, intizam lazımdır. Mən gördüm ki, sizin bu reabilitasiya mərkəzində bunların hamısı tətbiq olunur. Bir də bir yön vermək lazımdır. Yəni, təcrübədən çıxmış, sınaqdan çıxmış istiqamətlər. Bu da elmi əsaslarda olur. Mən baxıram ki, sizin çox gözəl elmi məsləhətiniz var. Məhəmməd Rıza müəllimin timsalında. Baxın, elm haqqında danışanda müxtəlif təriflər verirlər. Məsələn, bəziləri deyirlər ki, elm nədir? Elm informasiyanın ali formasıdır. Göydən almanın düşdüyünü hamı bilirdi. Düzdür, hamı bilirdi, amma heç kəsin alına gəlmir ki, bu niyə düşür? Newton bunu tapdı ki, yerin nə cazibə qüvvəsi var. Bu informasiya onsuz da vardı təbiətdə. Allah yaradanda bunu belə yaratmışdı. O qanunu bilə-bilə yaratmışdı. Amma biz onu bilmək üçün ki, bu elmdir. Bizə Newton lazım idi. İnsanlar demək ki, nə qədər yaşamalıydılar ki, belə bir alim geçsə, buna bilirləsin. Ona görə də elmin ən yaxşı təriflərindən birini də Nəsrəddin Tusi verir. Deyir, elm nədir? Deyir, elm deyir, bilinəndən bilinməyənə doğru getdikcə təcrübədə sabit olandır. Bilinən nədir? Bilinən, məsələn, biz görürük ki, bu kitabdır. Və bütöv və fiziki kağızdan əmələ gəlir. Biz bunu bilirik, düzdürmü? İndi gəlin bilinməyənə doğru gedək. Görək, bunun üstünə mikroskop qoyaq, baxacaq, görəcək, yox, bu bütöv kağız vərəqəsi deyil.
Bunun içərisində molekullar var. Biraz da lupanı böyütsək görəcəyik ki, burada atomlar var. Biraz da böyütsək görəcəyik burada neytronlar var. Biraz da baxsaq görəcəyik ki, onlar hərəkət edirlər. Belə durduğu kimi durmur ki. Hərəkət edir, düzdürmü? Xaotik hərəkətlər. Amma bu xaotik hərəkətin özündə bir nizam var. Gördünüzmü? Bilinəndən bilinməyəndə doğru getdik və bütün hallarda cismin fiziki xassəsidir. Doğrudurmu? Demək bu artıq bir insan özü də belədir. Biz özümüzə baxanda özümüzü tanımırıq, amma öyrənə-öyrənə özümüzün dərinliyinə, şüurumuzun dərinliyinə, əqlimizin dərinliyinə eləndə nə qədər böyük qabiliyyət sahibi olduğumuz, idrak sahibi olduğumuz ortaya çıxır. Ona görə də biraz da bu elmi kontekstdə təcrübənin də bu teoriyada tətbiq olunması çox mən düşünürəm ki, lazımdır. Demək, Nəsimi hürufizmi yaradır və çox böyük bir alimdir Nəsim, bilirsiniz. Azərbaycanlıdır. Əmir Teymur gəlir, deyir ki, Şamaxıya gəlir, Şirvanşah 1-ci İbrahimə deyir ki, mən gələnə qədər Nəsimini qolu bağlı hüzuruma gətirir. Və xəbər göndərir Şirvanşah 1-ci İbrahimə ki, o Nəsimi kimdir ki, mənim qılıncla qurduğum dövləti sözlə dağıdır. Nəsimini gətirirlər bunun hüzuruna. Teymur deyir ki, hürufilik nədir, sən nə istəyirsən, mənim dinimi, mənim ölkəmi niyə dağıdırsan? Deyir, mən deyirəm ki, kainat zərrəciklərdən ibarətdir. Hər zərrəcik içərisində xəlq etmə qüdrəti daşıyır, hər xəlq edən xaliq deyil. Nəsimi 14-cü yüzildə fiziklərin 18-ci əsrdə tapdığı bərk cismin fiziki xassəsindən danışır. Kainat zərrəciklərdən ibarətdir. O zərrəciklər fərqlidir. Həm biri də bizik insanlar. Teymur qılıncını çəkir, gəlir Nəsimiyə tərəf, hamı fikirləşir ki, Nəsiminin başı gedəcək. Qolundakı ipi kəsir, dönür ətrafındakı alim, ülama, fıqıhçı, nə bilim mən, digərləri. Deyir, cavab verin. Heç kəs dərk eləmir. Nə dedi görəsən, amma Teymur dərk edir. Teymur həm çox mömin adam idi, həm də çox savadlı adam idi. Deyir ki, mən bütün dünyadan naz-nemət daşıyıram. Dünyanın hər yerindən bir üzü Hindistan, bir üzü Çin sizə yedirdirəm. Ki, intellekt, əzim, elm örgərəsiniz bu Peyğəmbərimizin ümmətinə. Siz də buna Nəsimiyə cavab verə bilmirsiniz. Qılıncını bunlara silkələyir. Nəsimiyə deyir ki, mən səni öldürmürəm, get. Amma mənim qılıncımın hökmünün çatmadığı yerə get. O da gedir Hələbə. Çünki vaxt Hələb Misir məmlüklərinə tabi idi. Yəni, burada söz nədir? Nəsimi və bizim mentalitetimiz, bayaq danışırdıq, bizim o milli psixologiyamız insanı ilahiləşdirir. Deyir ki, ey özündən bixəbər, qafil, uyan, həqqə gəl kim, haqq deyil, batil, uyan. Hansısa alışqanlıq bizi batilə aparır. Amma haqq batil deyil axı. Haqq odur ki, insan özünü yetişdirsin, haqqa çatsın. Haqqa çatmaq, Allaha çatmaq deməkdir. Öz təcrübəmdən bir şey danışım. Mənim 59 yaşım var. Siyasətdə mübarizə meydanıdır da, hamı ilə savaşır. Bir dənə fransız sosiologu var, Jean-Jacques Rousseau. Deyir ki, bəşəriyyət hamı ilə savaşdır. İnsanoğlu o qədər qəribə bir məxluqatdır ki, özü içində özünlə dalaşır, sonra ətrafda hamı ilə dalaşır. Yalan demirəm ki. Ona görə də Jean-Jacques Rousseau deyir ki, bəşəriyyət hamı ilə müharibəsidir. Gecə, gündüz, uşaq vaxtından iki bazı qardaş olana bununla dalaşıb, bu belə də gedir. Amma nə demək lazımdır? Tanrı mənə elə bil ki, bir yol göstərdi. Keçən il Ramazan ayında demək, ağlıma bir fikir gəldi. Elə bil ki, mənə deyirlər ki, sən hamını bağışla və ürəyinə içəsən savaş, mənə də özümlə savaş. Bu fikir o qədər təsir oldu ki, dedim, görəsən, mən niyə belə düşünürəm? Bir gün fikir vermədim buna. Səhərsi gün oturmuşdum, çörək gəldi, bir də bu ağlıma gəldi. Birisi gün getdim yatmağa, gözüm yumuram, elə bir kimsə mənə kənardan o fikri ötürür ki, sən hamını bağışla,
Və qərara gəldim ki, yaxşı. Amma indi baxın, bağışlamaq nədir? Sənə qarşı pislik eləyəni də bağışlamaqdır. Düzdürmü? Yəni, o pis adətdən də əl çəkməkdir. Pis vərdişdən də əl çəkməkdir. Düzdürmü? Bunların hamısından əl çəkib beynini bir rahatladacaqsan. Nəhayət bu fikir mənə elə bir ki, üstün gəldi da. Mən dedim ki, yaxşıdır, mən yavaş-yavaş başlayayım, görüm, mən bağışlaya biləcəmmi? Çünki insana o qədər insan pislik eləyir, yolda, küçədə, gündəlik həyatında birinlə mübahisə edirsən, biri maşını qabağına sürür, düzdürmü? Məcbur olursan ağzından da pis söz çıxartmağa, səsili deməsən də ürəyindən keçir, gərək yalan danışmaya. Bütün bunların hamısını, nətər birdən-birə sən hamısını belə bağışla geçsin. Mən baxdım, gördüm ki, bu fikir məni o qədər rahatladır və bir də gördüm ki, o bir şeiri var, Rüstəm Behrutun deyir, qazancımız birdir bizim. Bu dünyanın dərdi bizim. Çeviririk dərdimizin o üzündən bu üzünə. Ramiz Öfkənin şeiridir. İndi elə bir insan, elə bir fitrətən məxluqatdır ki, dərd olmasa belə dərdi tapır. Və baxdım, gördüm ki, mən bu bağışlamaq hissi gəldiksə, mən yüngülləşirəm. Baxdım, elə bunu fikirləşdikcə, deyirəm, bunu bağışlayaq, hələ kateqoriyalaşdırıram, yaxşı, bunu bağışlayaq, görə hara qədər gedə biləcək. Bir də artıq o yerə gəlib çatdım ki, bir il ərzində dedim, mən hamını bağışladım. Bütün pis vərdişlərdən əl çəkdim. Nəfsdən əl çəkdim. Qazançlı bugün 5 manat olacaq, sabah olmayacaq, olmasın lazım deyil. Ondan sonra, nə bilim mən, bu sənə pis elədi, eybi yox. Allah onun cəzasını verəcəkdir. Hər kəsin əməli özünə yazılır. Bunu da belə bağışladım. İşimi dəyişən bu vəzifəyə gedim, onu da istəmirəm. Elə nə var buna şükür. Bir müddət sonra başımı yastığa qoyanda baxdım ki, elə yatıran ölü kimi. Heç bir dərdin yoxdur artıq sənin. Yəni bu, nədir bu? Pis vərdişdən əl çəkmək, özünlə mübarizədə özünə qalib gəlmək, nəfsdən. Narkomaniya nədir? Nəfsdir da. Oyun nədir? Niyə oynayırsan? Nəsə qazanacaqsan? İstəmirəm. Bax, bu da belə. Ona görə də mən əminəm ki, qısa müddətdə, indi bayaq mən öyrəndim buradakı müalicə demək, bərpa metodologiyasını mənə danışdı dostlarımız. Demək, bu nədir? 3 il vaxt, bəzən deyirlər 5 il vaxt. Mən çox sevindim ki, Məmməd Rıza bəy bunu lap qısaltı dedi, biz daha qısa müddətli effekt alırıq. Mən elə gəlir ki, yəni insan özü düşüncəsində, gecə yatanda, beynində, danışanda özünü müalicə eləsə, insanın ən böyük həkimi insanın özüdür. Qısa müddətdə də buna nail olacaqdır və əminəm ki, hər birinizə Allah uca tanrımız yol açacaqdır. Bizim bu günə gəlməyimizin, bəzi kəndlərimizin bu yola düşməyinin bir səbəbi də xarici faktorlardır. 90-cı illərin əvvəllərində Azərbaycandakı o boşluqdan, təkcə Azərbaycanda bütün postsovet məkandakı boşluqdan, ideoloji boşluqdan istifadə edərək zərərli ideologiyalar, zərərli dini ideologiyalar, zərərli məhsətlər, zərərli vərdişlər, zərərli oyunlar və bir Azərbaycana qarşı bir tiryək müharibəsini başladılar. Tiryək müharibəsi. Yəni, tiryək müharibələri səssiz müharibələr kateqoriyasında adlanır. Qida müharibələri, səssiz müharibələr. Bir də tibbi müharibələridir. Dərmanla, peyvənd vasitələrindən müharibə aparılır. Hamının hamıya bəyax edim cəncəli, hamıya müharibə aparır. Qida vasitələrindən eyni cür. Məsələn, alırsan, yediyin qida sonsuzluq yaradır, xəstəlik yaradır, peyvənd edirlər onu kimi. Narkotikdə baxın, mən o gün sərhədə birisini ağayıblar. Drona bağlayıb, İrandan bizə şey göndərirlər. Narkotik göndərirlər. Göydə vurub salpaq. Belə şey olar mı? Mən o gün bir məsələ də dedim. Dedim, baxın, bizə qarşı tiryək müharibəsi. Dənizdən, dron katerlər nədir? Dənizdən bizə şey göndərirlər, narkotik göndərirlər. Yoldan, təyyarədən, paraşütlə, hər yerdən bizə narkotik alır. Böyle şey olar mı? O da gətir nəticət var, bu gəzlərimizin. Ona görə
Qayıdın bayaqşı fikrimlə 94-cü ildə Ulunder Heydər Əliyev xüsusi olaraq bir Gənclər və İdman Nazirliyi yaratdı. Yəni gəncləri dövlətin himayəsi altına aldı. İdman kompleksləri, olimpiya idman kompleksləri, onların ondan sonra motivasiya edici, həm də maddi baxımdan motivasiya edici. Bu Azərbaycanda olimpiya çempionları, dünya çempionları qədər plan oldu. Çox yüksək məbləğ var. Cəmiyyətdə nüfuzları varmı? Var. Hörmətləri varmı? Var. Bütün gün televiziyada danışır. Yəni belə, ona görə bu pis vərdişlərdən qurtarmaq lazımdır. Hər bir insanın içərisində mütləq yaxşı bir şey var. Onu inkişaf elətdirmək lazımdır. Pis şey də var. Onu inkişaf elətdirərsəniz, pis vərdişlərinə pis yerə gedəcəksən, onu inkişaf elətdirsən də yaxşı yerlərlə yaxşı yerə gedəcəksən. Demək, sosiologiya cəmiyyəti, dövləti bir sosial piramida kimi görür. Bu Misir Fironu 1-ci Ramzes hələ şahzadədir, hələ Firon olmayıbdır. Hər cür imkanı var və həm də bilir ki, Firondan sonra budur Ramzes Firon. Bunun atasının da bir vəziri var, Herhordur, adı Herhor. Ramzes pis vərdişlərə uyur. Gedir, başlayır qumar oynamağa. Tam da bizim mövzumuzdur. Ramzes qumar oynayır, uduzur, gəlir Herhora deyir ki, sən mənə borc ver. Mənim, məsələn, Misirdə, Nil çayının sahilində, falan yerdə falan bir Yahudiyə borcum var. O vaxtda bu işləri təşkil edilər, Yahudilər olurlar. Misirdə yaşadılar. Deyir, yox, deyir, mən sənə borc verə bilmərəm. Deyir, sən mənə necə borc verə bilməzsən? 2 ildən sonra mən Fironam. Sən Firona etiraz edirsən. Deyir, yox, mən sənə borc verə bilmərəm. Deyir, yaxşı, sən mənə borc vermirsən, mən də gedəcəm, o Nil çayının yuxarı axarında, Yahudi məhəlləsində sələmçi var. O vaxt həm də Yahudilər sələmçiliklə məşğul olublar. Yahudilərin Misirdən qovulmasının səbəblərindən biri də budur. Görəcəm, deyir, mən səlam olacam, səlamla oynayacam, ondan sonra yenə sən ödəmər olacaq. Sən nəticə etibarıyla, ki, mən Firon olacam da, sən nə tərəf mənə pul vermirsən? Deyir, yaxşı oğlum, gəl səni mən başqa cür başa salım. Deyir ki, bax, piramida görürsən, orada tikilmiş yer, Misir piramida var. Bax, dövlət odur. Birinci təbəqə, lap aşağıda olanlar, demək, qullardır. Ən geniş, ən yaygın təbəqə dövlətin yükün üzərinə götürür. İkinci təbəqə əkinçilərdir. Əkinlər, becərirlər, xalqı yedirdirlər. Üçüncü təbəqə yavaş-yavaş daralır, değil mi? Sayları nisbətən azdır. Üçüncü təbəqə nədir? Bax, burada deməli, din sistemidir, inanc qələm əhlidir. Bir sözlə, yazanlar, okuyanlar falan. Dördüncü nədir? O aristokratiyadır. Beşinci nədir? Nəhayət, bu piramidanın başındakı o zirvədəki daş artıq sənin atandır, Firon. Sabah o zirvədə sən olacaqsan, Firon olaraq. İndi sən mənə deyirsən ki, o zirvədə ki, oturacaqsan, sən mənə deyirsən ki, aşağıdakı o daşdan birini çıxart, ataq Nilə. Sonra birini çıxart, yenə ataq Nilə. Düzdürmü? Bunlara vermək o deməkdir, atdın getdi. Və sabah o piramida çökəndən sonra sən mənə də görmüsən, harada oturacaqsan, necə Firon olacaqsan? Çox gözəl misaldır. Bu izahdan sonra Ramzes başa düşür ki, olmaz. Baxmayaraq ki, Firon oğluydu, imtina edir, rədd edir. Ona görə də Azərbaycan dövlətində o bütün cəmiyyətlər piramidadır, ona sosial piramida deyirik. Yəni, sosial piramidanın içərisində liftlər var. Şaquli işləyir, bir də üfüqi işləyir. Sosial lift nə deməkdir? Məsələn, mən Bakıya ilk dəfə 1982-ci ildə orta məktəbi qurtarmışam, Qərb Azərbaycan Ermənistanda gəlmişəm Bakıya. Məlum oğluyum. Heç nəyim yoxdur. Gəldim, girdim ali məktəbə. Oxudum, oxuya, yaxşı vərdişlərlə o sosial lift məni biraz yuxarı qaldırdı piramidanın içərisində, biraz da yuxarı qaldırdı. Bugün mən elmlər doktoruyam, professoram, Dövlət Dərəşəli Daxili Universitetində kafedra müdürüyəm, millət vəkiliyəm, Dövlət İdarə edən Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvüyəm. Yəni, bu liftdən doğru istifadə eləsən, qalxacaqsan. Məsələn, siz bu pis vərdişlərdən kənarlaşıb, bu yolla gəlsəniz, o lift demək, çox ədalətlidir. Kim layiq isə onu götürür.
Yuxarı qaldırmaq üçün. Kim layiqsə onu götürür. Qaldıra baxacaqsınız dövlətin zirvəsindəsiniz, siz artıq dövlətlər eləyirsiniz. Amma məsələ bundadır. Ona görə də pis vərdişlər həyatın bu ləzzətini yaşamağa heç vaxt qoymayacaqsınız. Mümkün olmayacaq ki, siz məsələn bir professor olasınız, onun ləzzətini alasınız. Efrə çıxasınız, bir danışasınız. Milli maraqlar üçün bir mübarizə aparasınız, bir onun ləzzətini alasınız, onun zövqünü yaşayasınız. Yəni, nəyə görə insan o nəfsin xatirinə, nəyisə çəkməyin, nəyisə oynayıb, qazanmağın, yazıb, pozub, neynəməyin xatirinə həyatın bu qədər gözəlliklərindən özünü məhrum eləməlidir. Ona görə mən düşünürəm ki, hər bir insanın haqqıdır ki, demək, həyatın gözəlliklərini görsün, dansın, yaşasın, zövq alsın. Yaşasın demişkən, yaşasın Azərbaycan dövləti, yaşasın Azərbaycan prezidenti Müzəffər Ali Başkomandanımız, yaşasın Azərbaycan ordusu, yaşasın bizə bu qələbəni bəxş edən qazilərimiz, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Əziz gənclər, demək, mən Yeni Azərbaycan Partiyasına üzv olanda 123-cü adam oldum. Mənim partiya biletimdə Yeni Azərbaycan Partiyasının üzv oldu. Nömrə belədir, 000-123. Onu da 91-ni çıx. 91, birdən 91-ə, 91-lərə verdilər. Bilet yadınıza gəlirsə, Uludara müraciət edənlərə. Şimdi Naxçıvandan gəl, az Yeni Azərbaycan. İllər keçdi. Bizim qələbəmiz hər şeydən öncə tarixi qələbəmiz bir səbir hadisəsidir. İllər keçdi, mən baxdım ki, artıq Yeni Azərbaycan Partiyasının hakimiyyəti uzun illər davam edir, ömür keçir. Aha, dördüb bundan qabaq mənim neçə yaşım var? 55 yaşım var. Hə, 55 yaşına gəldi, çatdı. İndi ömrün hesabatını vermək lazımdır. Mənim evlatlarım, uşaqlarım, qohumlar deyəcəklər ki, ata, sən Yeni Azərbaycan Partiyasına qoşuldun. Nə oldu be? Nə verdi bu? Artıq başlayıram darıxmağa. Ki, mən özüm, nə olacaq bunda? Biz heç nə elə bilmədik, düzdür. Çox şey elədi bunun da. Biz dövləti xilas elədik, dövlət qurduq falan, amma Qarabağ problemi həll olunmuyub. Tam da bu kritik məqamda ki, özümə hesabat verə bilmirdim. Gəldi, oldu 2020-ci il. Elhamdülillah. 44 günlük müharibə. Sən demə, Cənab Prezident necə gizli ordu qurubmuş. Sən demə, orada bizim gözümüzün qabağında gördüyümüz o hamımızla tanıdığımız dediyimiz filan kəs satqındı, filan kəs filan yerə. Sən demə, orada bu deyilmiş. 44 günlük müharibəyə az qalıb, Qubadan gəlirəm. Baxdım, gördüm, beton yolda da biraz acıqlanmışam ki, bu nə yolda çəkiblər filan. Belə gəldim, gördüm ki, bir dənə hərbi kalon xarab olubdu, 3-4 dənə əskər orada qurdalanır. Tamam dilxor oldum, bu orduyla biz Qarabağına fərazat edəcək, belə. Təmsi bir 15 gün keçdi, oldu, sentyabr ayının 27-si 44 günlük müharibə başladı. 44 gündə elə bir mövzu yaratdıq ki, dedim, ay Allah, sənə şükür. Ay Allah, Azərbaycan xalqının bu səbrinə şükür. Azərbaycan xalqının bu müdrikliyinə şükür ki, rəngli inqilaba getmədi. Cənab Prezidentin hakimiyyətinə gücləndirdi, ona səs verdi. O rəngli inqilabların hası orada olsaydı Azərbaycanda, Gürcistan kimi, Ukrayna kimi, bax göründə Qarabağ birdən-birə gedəcəkdi, elə əbədi gedəcəkdi. Ona görə də səbir. İndi əgər biz səbirlə 44 günlük müharibədə nəyi gördük? Gördük ki, bu Babək filmində bir şey var, deyir ki, Cavidan deyir, Birzə deyir, Afşin ən düşmən idi deyir, Babəkə deyir. Sən deyir, gəldin, Məğribi də bizə düşmən edin, Məşriqi də bizə düşmən edin. Həyat yoldaşı Babəkə deyir. İndi bax, bəlli oldu ki, Məğrib də bizə düşməndir, Məşriq də bizə düşməndir. Biz elə bildik ki, Erməni bizə düşməndir. Baxdıq ilə İran da düşməniymiş, baxdıq ilə Rusiya da köhnə düşməniymiş, baxdıq ilə Amerika da düşməniymiş, baxdıq ilə ən böyük düşmən Fransaymış. Məğrib, Məşriq hansı düşməniymiş? Amma səbirlə qabağımıza məqsəd qoyub əgər biz bütün dünya qarşı savaşıb qalib gəldiksə, bir narkomaniya qalib gəlməyə nə var? Bir ondan sonra iqramaniya qalib gəlməyə nə var? Biz belə xalqıq. Bu iralənin bizim
xalqımızın genetik kodları çox salamatdır, çox sağlamdır, çox düzgündür. Allaha şükürler olsun ki, bizi belə yaradıbdır. Tanrıya şükürler olsun ki, bizi belə Azərbaycanlı yaradıbdır. Tanrıya şükürler olsun ki, biz müsəlmanlıq, elhamdülillah. Və bu iki komponent də Cənab Prezident deyir ki, bizim mədəniyyətimiz, milli və dini mədəniyyətimizin komponentidir, cəmidir. Bax, bizim bu milli kodlarımız, genetik kodlarımız və dini mədəniyyətimiz, milli mədəniyyətimiz elə üfüqlər açır ki, hər şeyə nail olmaq olar. Həyatda insan, hər bir insan səhv edə bilər, falan, amma çıxış yolu həmişə var. Allaha şükür olsun. Bir daha müqəddəs Ramazan ayınız mübarək olsun. İbadətinizdə uğurlar arzulayıram sizə. Allah qəbul eləsin. Biz yenə də baxın, İslam o qədər böyük dindir ki, milli kimliyi də rədd eləmir, milli bayramı da rədd eləmir. Bu il biz Ramazan ayında iki möhtəşəm bayram, həm milli bayramımız olan Novruz bayramını qeyd edəcəyik, həm dini bayramımız olan Ramazan bayramını qeyd edəcəyik. Tanrı bu neməti bizə çox görməsin. Tanrı bu multikulturalizmi, bu birliyi, bu bərabərliyi, ondan sonra bu sağlam düşüncəni əlimizdən alması. Vaxtınızı çox almayın, çox yormayın. Hər birinizi Allahdan şəfa edirəm, səmimi qəlbdən. Sağ olun. Bəzi qardaşlarımızın sualları var. Onların cavablandırırız. Oxşaya istəyərdim, səni 3 nəfəri qarşılayırız, başlayırız, sağ ol, Məmmədsə müəllimdir, Nicat müəllim. Kanal bütün işçi heyəti də, hətta bu korpusun rəhbəri Dadaş müəllimdir, o bir korpusun rəhbəri Elnur müəllimdir. Bu qardaşlar da bizi sağalır. Yəni, o siz qeyd etdiniz ki, onun bu hal-hazırdakı sağlamaqda olan qardaşlar üçün elə korpus rəhbərlərini tutmuş, oradakı proqram rəhbəridir və məsləhətçilər, hamısı onlar üçün bir nümunədir. Doğrudur. İnşallah mən istəyərdim ki, Hikmət müəllimdə suallar verilsin. Siz bir ağsaqqal kimi, təcrübəli bir şəxs kimi, bu girdiniz qapıdan içəri, hətta mətbəxə də girdiniz, bizim bu lövhələrə də gündəlik hansı ki, səhər yat oyan komandasından, axşam yat komandasına və ondan sonraki proses mənim özümdə, işçi heyətində, ümumiyyətlə, burada nə ki bir nöqsanlar görmüsünüzsə, onu da sizdən xahiş edirəm ki, bizə bir ağsaqqal kimi tövsiyələr verəsiniz, daha da işimizi kamilləşdirir, daha da gözəlləşdirir ki, təbii ki, yəni bizim görmədiyimizi siz təcrübəli, elmli şəxs olaraq daha yaxşı görərsiniz. Birinci, mən bu ərazinin hava şərtlərini çox uyğun gördüm, oksigenlə boldu, yəni insanın beyninin işləməsi üçün atmosferin tərkibində ən az 18-21% oksigen olmalıdır. Amma Azərbaycanda şəhərdə bu 14-ə düşür, 12-yə düşür. Mən o zənginliyi hiss elədim, çünki bu, ən az burada yəqin ki, bir atmosferdə 20% oksigen var. Bu birinci şərtdir. Sağlamlıq üçün də, düşünmək üçün də, idrak etmək üçün də. Hər şey idrak etmədən başlayır da. Yəni, qanun tərkibində oksigen azalanda idrak keyfiyyətlə zəifləyir. Bu, birinci müsbət cəhətimiz. Həyat, təbiət, əlbəttə ki, həyat yanı ərazinin olması, təbiət özü çox ən böyük müalicəvi faktorlardan biridir. Bu da çox gözəl. Estetik baxımdan bina çox yaraşıqlıdır, bu da çox gözəl. İnsanların, təlimçilərin əhval-ruhiyyəsi və bilgi səviyyəsi məni qane elədi. Çünki bəzi yoldaşlarla, o cümlədə Məmməd Rıza bəylə biz söhbət elədik, bu da çox yaxşıdır. Müalicə yeri kimi binanın otaqlar çox yaxşıdır, genişdir, işıqlıdır. Bu da mühüm faktordur. Mətbəxinizə girdim və mətbəxdən ev mətbəxinin qoxusu gəlir, ləzzətli qoxu gəlir. Bu da çox yaxşıdır. Ondan sonra və nəhayət dostlarımızın yatdıqları yerlə tanış oldu. Çox səliqəlidir, çox yaxşıdır. Yəni, bütün bunlar hamısı müsbət tərəflərdir. Başqa mənfi tərəf mənim gözümə dəymədi varsa, ya bəlkə ümumiyyətlə yoxdur, amma bütün hallarda mütləq var nəsə yəqin çatışmazlıq. Yəni, onu da elə deyək. Amma mənə elə gəlir ki, burada bax, bu kollektiv müalicənin olması da çox yaxşıdır. İnsan təklikdə heç vaxt müalicə ala bilməz.
Bəzən pis vərdişlər və yaxud kimisə islah etmək üçün onu tək başına müalicə eləməyə çalışırlar. Bu, çünki insan fitrət etibarilə sosial varlıqdır. Hətta insan depressiya düşüb, gedib bir adada tək qalanda da beynindən keçir ki, qoy hamı bilsin ki, mən burada depressiyadayam tək. Yəni sən təksənsə, depressiyadaysan, lap yaxşıdır, indi təksən də get. Sən niyə istəyirsən ki, bunu başqaları bilsin? Çünki özündən xəbərsiz axı fitrət. Şüuraltı bu belə buna görə də kollektiv bir-birindən ilham almaq, bir-birinin uğruna sevilmək, bu da çox vacib bir şeydir. Allah istəməz. Biz məsələn də qeyd edeyim ki, bizdə burada mən rəhbər kimi yox, qardaş kimi edirik. Rəhbər yəqin diqqət edirsiniz ki, qardaş deyə müraciət edirəm, hətta işçi heyəti olsun, pasiyentlər olsun. Hətta bəlkə də indiyənə kimi 50 dəndən çox qardaşın ayağını yumuşam. Tək sağalsın, cəmiyyət üçün, ailə üçün faydalı bir şəxs olsun. Çox yaxşı. Mən elə gəlir ki, ayaq yumaqdansa başqa bir şey daha yaxşıdır. Məsələn, qədim türklərdə, tanrıçılıqda inanc necədir? Çox möhtəşəm bir müdriklik var burada. Biz adətən özümüzə dua edirik, düzdürmü? Amma qədim türklər inanırlar ki, tanrıçılıq inancına görə mən sənə, sən mənə nə qədər ürəkdən dua eləsən, bu Allahın da xoşuna gelər. Qəbul. Və bu da daha qəbul. Ona görə də çıxırlar yüksək bir dağın zirvəsinə, hesab edirlər ki, Allaha daha yaxındır. Çünki, bax, görürsünüz, xristiyanlar da demək, kilsələrini dağılmış zirvəsinə tikirlər. Bizim də o Manas zirvəsində baş şaman ildə bir dəfə Tanrı dağlarında Manas zirvəsinə gedirdi. Manastır sözü oradan gəlir, Manasdan gəlir. Bugünkü xristianlığı Romaya Atilla aparıbdır. Atillaya qədər Romada elə bir xristianlıq olmuyor. Və deyir ki, bizi kim ibadət edəcəksiniz Atilla və o Manas zirvəsinə uyğun olaraq da ildə bir dəfə artıq o Rusiya çöllərinə çatıb Avropaya gedəndə artıq Manas qalmış uzaqda qayıdıb ibadət edə bilir. Deyir, Manastar. Dardar Azərbaycanda sözcüğü şəkilsidir. Ev evdar, heyvan heyvandar, mal maldar, mülk mülkdar, mülkədar. Manas manastar, Manasa gedib gələn baş şair. Çıxırdılar belə uca bir yerə, kımız içirdilər. At sudu, kımız sudu. İçirdilər, üz-üzə dururdular, sağ əllərinlə bir-birinə belə vuraraq Allah'a Tanrı'ya dua edirdilər. Tanrı alkış olur dua, çünki alkışdır. Alkış edirlər Tanrı'ya ki, mesela mən deyirdim ki, Tanrım sən Ceyhun'a ürəyin istədiyini ver, onu ver, onu ver. Mən bilirdim ki, mən nə qədər ürəkdən desəm ki, Ceyhun'a ver, Ceyhun da o qədər ürəkdən deyəcək ki, hikmətə ver. Bu, həm dostluq dediyimiz, o fərdlər arasındakı xoşgörü dediyimiz, o had səni yaradırdı. Mən sənə deyirəm, sən də mənə versin. Həm də deyirdi ki, bu Allahın xoşuna gedir. Doğrudan da Allahın xoşuna gedən bir şeydir. Ona görə ayaqsa deməkdənsə arada çıxın yuxarı ilə orada bir-birinizə dua edin, o daha yaxşı. Allah sizdən razı olsun. Demək, bunun İslamda nəyi var? Muhammed s.ə.v bildirir ki, kim bir kəs üçün dua edərsə, duası qəbul mələklər ona cavabında deyər ki, əmin sənin üçün də olsun. Bunu İslamda var. Bir də hikmət var. Vurğulayım ki, təbii ki, bu fikir, şuur xəstəliyi olduğu üçün qardaşlarımızın deyərdim ki, burada bəlkə bir 50%-dən çoxu öz istəyi ilə gəlməyib bura. Təsəvvür etsin, yeganə xəstəlikdir ki, sağalmağı belə istəmirlər. Sağalmaq istəyirlər, hansı ki, bir otursun evdə möcüzə ilə, gəlib vaxtını sərf eləməsin. Bəzən el olur ki, valideyn deyir, bəzi qardaşlarımıza gedib özümüz söhbətlə gətiririk. Onlar da gəlsə də bura, hətta çəkilişlə o gələnlər ki olur ki, sevinər, gülə-gülə, 3 gündən, 5 gündən sonra başlayır ki, mən gedirəm. Həmin ərəfədə, indi təbii ki, etap konsultat məsləhətçilər söhbət edir və ən əsas da dirənirlər sonunda ki, bilən qoy Ceyhun müəllimdən danışaq. Həmin ərəfədə məndə bir gözəl effekt veribdir deyə, bu ayaq yuma məsələsi. Gəlmişəm ki, gəlir dəstəmağa. Onlar həm isin işir, həm artıq hərəkət eləməyə utanır. Yəni, bu belə bir effekt. Bu beləsə deyir, ya Rəb, bəlayı eşqlə qılaşına məni, bir də meşkin bəlasından etmə cüda məni. Öyle bir şeydir, adamı çəkir. Ona görə də, yəni, pozitiv
tərəfdə əlbəttə ki, bu pozitiv bir şey olsun. Bir də mənə elə gəlir ki, biz ruh deyirik, həqiqətən də bu ruhu mütləq sağaltmaq lazımdır. Ruhun da sağalması ruhaniyyətdən keçir, ilahiyyətdən keçir. Çünki ilahiyyət də, ruhaniyyət də ali hisslərdir. Buna görə də Allah bu uca ali hissləri heç kəsdən əsk eləməsin, o cümlədən sizlərdən əsk eləməsin. Başqa şimdi Sual zəhmət olmasa, mübarək qardaş, buyurun. Salam Hikmət bəy, birincisini də sizi salamlayıram. Öz adından, Cəbdəz Məqəz adından, həqiqətən də sizə minnətdarım. Təşəkkürümüzü bilirik, dəyərli vaxtınızı ayırmışsınız, bunun üçün də gəlmişsiniz və həmcə maarifləndirirsiniz, həmcə dəstəksiniz, buna görə sizə həqiqətən minnətdarım. Sualım ondan ibarət ki, sizə fikrimizi öyrənmək istəyirdik. Sizə bir cəmiyyətin, necə deyim, öndə gedən insanlarla gündəmində vəkilsiniz, sizin fikriniz mənim üçün önəmlidir, dəyərli şəxsiyyətsiz. Biz sağlam asıllar üçün bundan sonra cəmiyyətdə irəli getməyə, hansısa bir işlə məşğul olmaq deyim, istər dövlət işləri, istər belə. Siz necə görürsünüz? Yəni, cəmiyyətin bizə anlayışı, bizə verəcəyi dəstək, yəni necə ola bilər ki, yəni bu haqda verənmək istəyirdim. Bu da bizə nə kimi motivasiya verə bilər ki, bu proqramımızı bundan sonra davam edə həm ailəmiz üçün yararlı, həm cəmiyyət üçün, həm hər tərəfli biz buna inanırıq ki, hər şey yaxşı olacaq, hamıda bizə dəstək olacaq. Sonra siz fikrinizi demək. Çox sağ olun, təşəkkür edirəm. Birincisilə gözəl adınız var. Sizin adaşınız Azərbaycan hərb tarixinə Mübariz İbrahimov elə bir qəhrəmanlıq nümunəsi yazıb yaradıb ki, hamımız ondan fəxr edirik. Və mən düşünürəm ki, hər bir Azərbaycanın içərisində o potensial var. Çox düz deyirsiniz. Bugün əlbəttə ki, pis vərdişlərdən xilas olmaq məsələnin bir tərəfidir. Amma ikinci tərəfi, bundan xilas olandan sonra iş tapmaq, ondan sonra cəmiyyət daxili münasibətlərdə tam hüquqlu şəkildə iştirak etmək, ehtiyacını qarşılamaq, ailəyə yardımcı olmaq, cəmiyyətə yardımcı olmaq. Burada birinci məsələ hər bir fərdin bu nailiyyətləri onun təhsilinlə və peşəsinlə bağlıdır və üçüncüsü də intellektual göstəricilərlə bağlıdır. Əgər sizin bir peşəniz varsa, ondan sonra və yaxud ali təhsiliniz varsa və yaxud başqa bir qabiliyyətiniz varsa, bunu realizə etmək üçün əlbəttə cəmiyyətdə mütləq bir istiqamət tapacaqsınız. Qaldı ki, ilkin mərhələdə mütləq dövlətimiz yanınızdadır sizin. Mütləq bu sosial sistem qurulub Azərbaycanda, çox humanitar bir sosial sistemdir. Onun ödənişlərindən tutmuş, onun insanları peşə sahibi etməsinə qədər bütün məsələlərdə Azərbaycan dövlətçisinin yanınızdadır. Nə vaxt istəsəniz müraciət edə bilərsiniz. Yetər ki, o birinci addımı siz atasınız, sonra Azərbaycan cəmiyyəti də, ailəniz də, Azərbaycan dövləti də sizin yanınızdadır və arxanızdadır. Buyurun, sualı olan qardaşlar verin. Hikmət müəllim, sizcə dövlət səviyyəsində cəmiyyətin maarifləndirməklə bağlı hansısa addımlar atılırsa da, yəni bu kifayətdirmi? Çünki belə deyək də, bizim qardaşlarımızın ən böyük qorxusu sosial adaptasiyadır. Hansı ki, narkotik istər qumarbazlıq dövründə onlar qınanıblar həmişə və bunun üçün də təkliyə, tənhalığa çəkiliblər və bu əslində asıllıqlarını daha da inkişaf elətdirib. Amma bugünkü gün bu cəmiyyətə adaptasiya üçün hansı tədbirlər sizcə görülə bilər, daha inkişaf etdirilmiş formada ola bilərmi? Birincisi, mən çox sevinirəm ki, dövlətlə bərabər belə özəl müəssisələrdə yaranır ki, vətəndaşlarımızın, gənclərimizin pis vərdişlərdən uzaqlaşması üçün tədbirlər görürlər, məsələnin bir tərəf. Amma ən yaxşı, siz bilirsiniz nədir? Belə vərdişlərə düşər olmayacaqsınız. Bunun üçün, baxın, diqqət etsəniz görəcəksiniz ki, Azərbaycan televiziyalarında, xüsusən dövlət televiziyalarında daima demək sosial reklamlar var. Pis vərdiş insanları hara gətirir, çıxarır. Hər gün bu efirdə gedir deyirlər ki, bir neçə saatdan bir təkrarlanır. Yəni bu ilkin başlanğıc üçün yaxşı xəbər olaraq vətəndaşlarımızın. İkincisi maarifləndirmə. Baxın, Azərbaycanda ailə, qadın və uşaq məsələləri üzrə dövlət komitəsi var. Azərbaycanda müxtəlif hökumət təşkilatları var. Müxtəlif dövlət institutları var ki, birbaşa bu işlərlə məşğul da dövlətin bu siyasətini həyata keçirirlər və mənə elə gəlir ki, indi əgər faiz etibarında götürsək,
bu göstəricilərə görə bir çox ölkələrdən irəlidəyik bu məsələdə, yəni gənclərin pis vərdişlərdə yiyələnməsi məsələsində öndəyik. Və mənada, yəni onların sayı azdır bu mənada, tərs istiqamətdə deyirəm. İkincisi, gəncləri pis vərdişlərdən uzaq tutan motivasiya edici digər sahələr olmalıdır. Bunun özlüyündə bir reklamdır. Məsələn, bayaq idmanın adını çəkdik, ondan sonra bayaq stolüstü oyunlarda böyle daxil edə bilərik, ondan sonra və s. və s. Ona görə də mən düşünürəm ki, əlbəttə, vaxtaşırı bu məsələ həm də ictimaiyyətin diqqətinə çatdırılır. İstər Milli Məclisdə problemlərə toxunulur. Elə Milli Məclisin ötən iclaslarının birində mən də dedim ki, Azərbaycana qarşı tiryək müharibəsi aparılır. Yəni, zorla. Amma biz nəyi görürük? Həmişə bu asıllıqlara qarşı mübarizə aparılıbdır. Amma son bir neçə ildə, az qala mən hər gün xəbərlər oxuyuram. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əməliyyat keçirdi. Neçə kilo narkotik maddəni tapdı, zərərləşdirdi. Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirdi və yaxud ikisi birgə əməliyyat keçirdi və s. və s. Yəni, bunun özü də mənə elə gəlir ki, bu zərərli vərdişlərin qarşı mübarizə əlbəttə ki, o vərdişə düşən onların sayını azaldır. Ona görə mən düşünürəm ki, bu tək dövlətin işidir. Cəmiyyətin ümumi işidir. Ailə, qonşu, qohum, dost, yoldaş, hamımız birlikdə buna qarşı mübarizə aparmalıyıq. Baxın, demək, İngilislər Çini işğal edirlər. İngilislərlə Çinlilər arasında 2 dəfə tiryək müharibəsi oldu. Bunlar, indi Çinlilər fiziki göstəricilərini biz bilirik, balaca boy falan. Bunlar Hindistandan özlərindən çoxlu qolu zorlu hindlilər aparırlar. Plantasiyalarda narkotik yetişdirirlər. Çinin bütün sərvətlərini əldə eləmək üçün Çin gəncliyinin hamısını narkotik abidəsi elətdirirlər. Yəni, görün nə qədər, mən bəlkə bu səssiz müharibənin növlərindən biridir. Yəni, o vaxtdan görünə qədər bunun təcrübəsi var. Nəhayət 2 dəfə müharibə, tiryək müharibələri, ikinci ya 3-cü tiryək müharibəsində Çinlilər nəhayət İngilislərə qalib gələr. Ona görə nə cür qalib gəldilər? Hamı narkotik davaliyyətçinin özü də dərk elədi ki, bu mənim məhv edir axı, buna son qoymaq lazımdır. Yəni, belə, ona görürsünüz, Çin hardan hara gəldi, inkişaf elədi. Ona görə də, yəni, hamımız bərabər, hamılıqca sağlamlıq üçün mübarizə aparmalıyıq. İnşallah, Hikmət müəllim, mən Vətəndaş Maarifləndirilməsi İctimai Birliyinə sədr seçiblər yaxında inşallah ki, gözləyirik, təsdiqlənməlidir. Mən öz kollektivimizlə istəyirik ki, bu təcrübəmizə əsaslanaraq artıq deyək ki, 6-cı, 7-ci sinif gecdir. Ondan aşağı, hətta ilk öncə bağça uşaqlarının, hətta valideynlərinə belə istiqamət verib maarifləndirməliyik və xüsusən 6-cı sinifdən aşağı, 6-cı sinifdən 7-də yuxarı artıq gecikmiş olur. Bugün son vaxtlar mərkəzimizə müraciət edirlər, heç bir şey istifadə etmir, lakin deviant davranışın pozuntusudur. İndi adını qeyd eləmirəm ki, çəkiliş gedir, baxın, 15 yaşı var. Heç bir şey istifadə eləmir, lakin davranış pozuntusu ilə mərkəzimizdədir. Və bu yaşda, bugünkü gündə çox müraciət edənlər var. Düzdür, onlar ilk öncə valideynlərə gözəl addım atıb ki, yəni artıq keçməyiblər o bir mərhələyə. İndidən, amma bizə lazım deyil ki, yəni bugün 15 yaşında bir balaca bir balamız otursun burada. Bizə lazım olan o ki, qarşısı alınsın, heç buna gəlməsin. Gələcəyimiz məhv olmasın. İnşallah bu dərs siz vurguladınız. Şükür olsun Allaha, Cənab Prezident də bir sərt tədbirlər barədə bir qərar imzaladı. Qida ilə bağlı ki, hətta satışı, istehsalı hətta 10-12 il belə cəza gözləyir. Bu, məni çox sevindir. Çünki qida ilə bağlı o qədər ciddi problemlər var ki, bugün biz bu işin içində olduğumuz üçün məlumatımız daha genişdir ki, qida
vasitələrinin tərkibində elə bir maddələr olur ki, insanları sonsuzluğa gətirib çıxardır və biz onu burada müşahidə edirik. Enerji içkiler. Son vaxtlar enerji içkisi olsun və yaxud bunların içində bəzi broiler, bəzi Hətta genom dəyişikliyi. bəli, insanlar gəlir, burada söhbət əsnasında məlum olur ki, artıq problem var. Əlbəttə ki, onlar ərzaq təhlükəsizlik proqramını Azərbaycan prezidenti hələ 2003-cü ildə, sonra 2006-cı ildə, daha doğrusu 2007-ci ildə 4 ildən bir Azərbaycan prezidenti bu ərzaq təhlükəsizlik məsələsinə bağlı xüsusi proqram qəbul etdi. Çox düzgün buyurursunuz. Bu dediyim gibi o səssiz müharibələrdən bir də qida müharibələrdir. Yəni broiler toyuqlarından başlamış, indi sağlam mühit Allah qoysa yetişdirilir artıq Azərbaycanda. Bu işlərdə hər şey qaydasına düşəcək. Mənə elə gəlir ki, çox faydalı oldu. Əziz gənclər, sizinlə bu görüşümüz. İnşallah mənim üçün də maraqlı oldu. Amma əminəm ki, mən bir də buraya gələndə sizin çoxsunu görməyəcəm. Görəcəksiniz. Başqa yerdə görüşəcək. Məsələn, gələcəksiniz ki, mən tam sağalmışam, şübhətlə mənə işlə bağlı kömək elə. Mən də sizi lazım yerə yönləndirəcəm. Biriniz gələcəksiniz ki, mən tutaq ki, insan psixologiyasıyla bağlı elmi iş götürmək istəyirəm. Ali təhsiliniz varsa, Hikmət mənə bir elmi rəhbərlik edə bilərsinizmi? Və yaxud hara yollandıra bilərsiniz, məndəcə mənim gözüm üstə. Biriniz gələcəksiniz ki, mən bu görüşdən sonra yenidən bu universitetə girmək istəyirəm və yaxud psixologiya fakültəsinə girmək istəyirəm, Bakı Dövlət Universitetində və yaxud tibb universitetinə girmək istəyirəm, təhsil olmaq istəyirəm. Yaşadığım şeyi başqaları yaşamasın deyə, bu sahəcə mütəxəssis olmaq istəyirsən, əlimizdən gələn imkanları səfərbər eləyəcək ki, bunlar olsun. Yəni, bax belə. Sağ olun, təşəkkür edirəm. Qeyd edilən məsələ ki, inşallah bu sosial şəbəkədə yayınlanacaq. Baxın, nümunəvi qardaşlar dedim ki, 30-a yaxın işçi heyəti ki, 4 ildir, çox il öncə 4 ildir birlikdə Çinçidə bu ağır işdə çalışır. Hətta o qardaşlarımızdan biri 15 yaşında narkotik istifadəsi olan Rəşad qardaşımızdır. 21 yaşında mərkəzə gəldi və qardaşımızı müalicə elədik. Hal-hazırda da bizlə işləyir. Anası onkoloji xəstə, anaya neçil baxır və bu zəfər günündə qardaşın toyunu elədik. Yəni, kimə toyladır, mən də çağır. Mütləq, inşallah. Ceyhun müəllim gəlmişdir. Ceyhun müəllim gəlmişdi, bəli. Hər səfər günü özümüzə söz vermiş bizdə bir ki, Allahın bizə verdiyindən bir qardaşımızın toyunu eləyək, dəstək olaq. Bax, bu sağalma yolundan sonra Allah qardaşlara bərəkət verir və gözəl qapılar açır. Və bir neçə aydan sonra qardaşın anası ilə də dəvətlərdik, söhbətlər apardık ki, yəni ailə qrupda, yəni ailədə davranışı necədir? Yəni, nəsə bir mənfi bir şeylər müşahidə olurmu? Biz bura gəlirik, işdə görürük, çox ədəb, əxlaq, hər şey qaydasında. Amma ailədə ola bilər ki, fərqli olsun kimsə. Lakin çox şükürlər olsun Allaha ki, anamızdan da qardaş haqqında çox müsbət fikirlər, sözlər eşitdik. O da bizə bir motivasiyadır, bizi sevindirir. Yəni, bunu qeyd eləməkdə məqsədim oldu ki, bu 30-a yaxın işçi heyəti çətin, ağır bir işdə gözəl şəkildə uğurlu işləyir. Yəni, başqa sahələrdə də işləyə bilərlər. Hətta kimsə gələcəkdə bir müəssisə rəhbəri eşidəndə ki, asılı olub reabilitasiya keçib, çəkinməsin. Yəni, biz işləyirik, görürük, çəkinməsin. İşə götürsün və bilsin ki, işin də gözəl məsuliyyətlə yerinə yetirəcək. Mən buradan gələndə əli boş gəlməmək üçün 2 dənə kitab gətirdim. Bu kitab atlar haqqındadır. Yeri gəlmişkən, atlar da müalicə vasitəsidir. Yəni, bu İbn Sina bel ağrılarını, ruhi xəstəlikləri, epilepsi xəstəliyini, prostat xəstəliyini atlarla müalicə edilmiş və bir də mədə-bağırçıq xəstələrini atların südü ilə müalicə edilmiş. Kim atları sevir? Əlini qaldırsın, baxın. Mənim vaxtım oldu. Mən 2 dənə kitab gətirmişəm. Bu kitabı, bu demək, Türk tarixi və mifoloji dünya görüşündə atların bioloji növ olaraq yaranması, əhəlləşdirilməsi, atlar nəqliyyat vasitəsi kimi, minik vasitəsi kimi, qoşqu vasitəsi kimi, qida vasitəsi kimi, döyüş vasitəsi kimi və s. və s. Və demək, bax belə.
Onda siz kimə istəyirsiniz? Allah razı olsun. Elə bu inşallah iki korpusun hərəsində birim qoyarıq ki, qardaşları boş vaxtlarında da oxusun, faydalansın. Allah sizdən razı olsun. Allah elinizə bərəkət versin. Bir daha minnətdarım.